Dəyərli izləyicilər, Masazırda Cantəpədə hazır köç yaşa, paket Kupçalı dövlət ipotekasına yararlı əşyaları ilə birlikdə satılan belə bir 100 kvadrat metrlik sahəyə malik olan 3 otaqlı həyət evi çəkib sizə təqdim edirəm. Sonda sizə evin həyət yeni sahəsini göstərəcəm. Bu evlərin bugünkü gün bazar qiyməti əşyasız formada 75-80 min manatdan təklif olunur və tələbat da olduqca çoxdur. İdeal təmirli, Euro təmirli bir evdir. Çıxacaq əşyalar bir-iki xırda istisnalar var ki, onları nəzərinizə çatdıracağım. Deməli, bu evin zal hissəsində hardasa 25-30 kvadrat metrlik bir zal hissə mövcuddur. Çox səliqəli formada təmir olmuş və uzun müddət yaşayış olmuş, tam oturuşmuş bir evdir. 40-40 təməl üzərində inşa olunub, cüt daşlı və mərtəbən yekunda beton kəmər atılıb. Burada bu zalda gördüyünüz televizor çıxacaq. 2 ədəd kondisioner vardır. O kondisionerdən biri çıxacaq, digər mebel və texnika qalır bu hissədə. Keçək, mən sizə evin deməli giriş hissəsini göstərəcəm. Bütün mebel və texnika ən yaxşılardan, ən bahalılardan yığılıb hazır vəziyyətdədir. İnternetinə kimi çəkilib. Bu giriş qapısıdır gördüyünüz kimi. Baxın, spotlar və gizli işıqlardan istifadə olunub. Yüksək səviyyədə təmir olunmuş, tam oturuşmuş, əla bir evdir. Deməli, qonaq otağını sizə göstərdim. Burada yerləşir ailə üçün nəzərdə tutulmuş yataq otağı. Buradakı mebel və texnika qalır. Baxın, belə bir yataq dəsti mebelləri. Gördüyünüz kimi, deməli, radiator xətləri hər bir otaqda var. Pəncərələrin qarşısı da açıqdır. Masazırda Cantəpə ərazisi şəhərə olduqca yaxın bir ərazidir. Xırdalan dairəsindən birbaşa bu hissəyə keçid var. Piyada məsafəsini 142 nömrəli marşrut keçir və 20 yanvar metro stansiyasına hərəkət edir. Gördüyünüz kimi ölçü kifayət qədər genişdir. Bu otaqdakı texnika və mebel hər biri qalır. Burada nəzərdə tutulmuş 3-cü yataq, 3-cü otaqdır. Görürsünüz, deməli 3 ədəd televizor vardı. Zaldakı götürüləcək, digər ikisi bu və digər deməli yataq otağındakılar qalacaq. Çox səliqəli formada təmir olunmuş. Bu materialların keyfiyyətlisindən istifadə olunaraq təmir olunmuş və döşənilmiş evdir. Bura deməli növbəti yataq otağı, sanuzeli göstərim sizə. Sanuzelin döşəməsi isti döşəmədir. Duş kabinə üçün də yer ayrılıb. Baxın, belə bir bütün aksesuarlarla təchiz olunub. Duş kabin üçün də yer ayrılıb. Bu hissəni özünüzə uyğun olaraq qapada da bilərsiniz. Burada hazır vəziyyətdədir. Deməli, sonda sizə evin mətbəx sahəsini göstərim. Baxın, deməli, mətbəx mebeli boydan boya yığılıb, tavana qədər yığılıb. Stol stulu, soyuducusu və s. və ilə. Mətbəxdən deməli, paltaryanı, qabyanı, soyuducusu götürüləcək. Burada mətbəx. Sonda sizə evin həyət sahəsində göstərib, qiymət barədə məlumat verim. Deməli, dəyərli izləyicilər, gördüyünüz kimi dəhlizdə də radiator nəzərdə tutulub, 2 metrlik foyesi mövcuddur. Gəlin həyət sahəsini sizə göstərim. Sot yarımda inşa olunub, yerdən kürsülü, əla təmirə sahib bir evdir. Bütün sayğacılar, kamyonlar mövcuddur. Kombi aparatı burada quraşdırılıb, evin yan tərəfinə keçid var. Baxın, həyət sahə bu qaydadadır. Masazırın ən hündür, ən deməli rütubətdən kənar ərazilərindən biridir. Evin çöl görünüşü bu qaydadadır. Bu hissəyə naves döşənilib. 2 ədəd kondisioner var, biri götürülür. 3 ədəd televizor var, biri götürülür. Paltaryan, soyuducu və qabyan götürülür. Digər mebel və texnika qalır. Buradan da zirzəmiyə keçid qoyulub. Geniş vitraj şəbəkə pəncərələrdə Masazırın ən hündür ərazilərindən birindədir. Yaxınlıqda məktəbi, bağçası, yaşayış obyektləri hər biri mövcuddur. Burada ehtiyat üssən də quraşdırılıb. Su motoru və s. və ilə axır qoyulub. Evimizin qiyməti təklif olunur 87 min manatdan real alıcılarla endirim olunacaq. Bütün əşyaları ilə birlikdə satılır. Qeyd etdiyim istisnalar xaric. Həyətyanı sahədə 2 maşın sərbəst şəkildə daxil ola bilər və qeyd edeyim ki, darvazanın ağzında 3 maşınlıq yer var ki, o da bu evə aid olan hissədir ki, ev sahibi misal üçün darvazanın ağzında maşını saxlayıb. Qazı, su işığı fasiləsizdir, mərkəz kanalizasiyası var. Daha dolğun məlumat üçün əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.